Bax, qulaq asın, bax, maraqlı bir sual tipidir. 9 siniflərin buraxış imtahanlarında çıxa bilər də bax qabağımıza. Deməli, nədir məsələ, bax, çevrənin hansı xassəsi olacaqdır? Bu nəyə oxşuyur, hansı xassəyə oxşuyur? Metrik münasibətlər. Bax, bir dəfə toxunandır, kəsəndir. Bir dəfə də iki dənə vətəri nə idi? Kəsişməsidir. İki ala baxacaq. Gəlin birinci, biz burada bu EB vətərinin kəsişdiyini görməyək. Bax, bunu sizin üçün kənara çəkirəm. Buradan bir yerdən, bax, düşünək ki, buradan bir yerdən, bax, bunu bir toxunan, bir kəsən çəkək kənara. Bax, deyirəm ki, çevrəmiz belə olmuş olsa, bax, bizə dəqiqə, yaxşı çəkək kənardan. Deməli, bax, iki şərtə baxacaq ki, mexanik səhvlik eləməyək. Bax, düşünürük ki, budur, YF-dir, bu da buradan kəsib. Deməli, oldu A, C, F və Y nöqtəsi. Bax, uşaqlar, buradan bura qədər nədir? 2. Bura 1-dir, bura 1-dir, düzdürmü? Bu hissəyə qədər verir. Buradan bu tərəf yoxdur, məhsuldur. Demək, nədir xəssəmiz? Toxunanın kvadratı bərabər olmalıdır. Kənarda qalan CF parçası vurulsun hamısına, düzdürmü? Onda nə yazmış oluruq? Yazırıq ki, 2-nin kvadratı bərabərdir, yəni 4. 1 vurulsun, bunun hamısı. Hamısı da 1 burada, 1 də burada. Ne eləyək? 2 plus nə? 2. Oldu 2 plus 2, da bu birdən işimiz yox. Bax, qulaq as, işimiz olsun. Buradan x'in yerində nə deyə alıbdır? 2. Çünki niyə? 4 bərabərdir, 2 tutacaq 2. Onda x'in neçə elədi uşaqlar? 2. Tamam. Deməli, bax, bununla işimiz yox. Biz burada bu parçanı tapdıq. Həmin parça da nəyə göstərir sizə? Bax, buranı göstərir, buranı. Onda bura neçə oldu? 2. Düzdür? Tamam. Bununla işimiz yox. Bax, bu bizə sadəcə kömək elədi ki, 2 vətərin kəsdiyi hissəni tapaq. Bunu bildik. İndi gəlin belə eləyək. Buradan buranı yox eləyək. Bu getmiş olsun. Buradan buranı da yox eləyək. Baxın, görün burada. Bu nə idi? Yadımdan çıxdı. Seydir. Bu seydir deyəsən. Yaxşı. İndi bax, nə oldu burada? Yenə metrik münasibətlərin ikinci xassəsi. 2 vətərin kəsişməsi. Nə idi? Həmişə də buraxış imtahanlarına düşür sadə tiplərdən. Bundan bu nasili, bundan bu nasilə bərabər. Onda 2 vuraq 1 bərabər 4 vuraq 2. Əlbəttə x neçə olacaq yenə? Bax, bəli, 2 bölək 4, o da bərabərdir 2-dədir. Yəni onda burada neçə oldu? 2-də 1. Deməli, özü necə sualdır? Açıq sualdır da, ya qapalı sualdır? Aha, ətraflı sualdır. Deməli, nə eləməliyik? Bax, diqqətli olmalı. Cavabımız doğrudur, düzdürmü? Bax, bu kimi sual tiplərində mütləq hardan başlayıb? Bir sual verim də sizə. Digər ikinci başladığımız xəssəni qoyaq kənara, yəni bir toxunan, bir kəsəndən danışmayaq. 2 dənə vətərdən danışaq. Birinci oradan yanaşa bilərdikmi? Yox. Niyə? 2 məhsul var. Biri buraydı, biri buraydı. O da bizim işimiz çətinləşdirərdə ala bilməz. Ona görə ipucu bizim üçün hara rahatdırsa, oradan baxmaq lazım. Aydın, bax, buraxış imtahanında istifadə oluna bilər 9'lar üçün. Tamam.